artıq Bakıda, Bakı şəhərində ciddi səki problemi. Səkilərində heç nə, səkilər zaten balacaydı. Balaca olan səkilərində hər bir obyekt alır, obyektini qabağa eləyir, restoran olsun, market olsun və s. Qalan yerlərdə yayda bilirsiniz, hər bir gilas, alça qoyur və olan balaca səkildə ümumiyyətlə kiçikləşdirir. Adi sizə bir fakt deyirəm, Əhmədin müdrosuna bir çıxanda baxın, orada Bakı Kinoteatrına tərəf çıxsa səki var. O səki verir, görün nə vəziyyətdə. Hər bir pul verir, rüşvət verir ona buna, dövlət məmur strukturlarla. Biri gilas satır, biri alçasını satır, biri tutunu satır. Onsuz da balaca səki kiçikləşir və orada əməli bir tıxac yaranır piyadalar. Bu ülkə təkcə obyekt saxlayanlar, maşın sürənlər üçün deyil, bu piyadaları düşünmək lazımdır. Yoxsa hər bir rüşvət verəcək, biri obyektini genişləndirəcək, uzadacaq, biri orada bina tikəcək, biri nə bilim pul verib gilas alçasını satacaq və biz harada gezək, yaxşı olmaz mı bu yay mövsümdə bir əvvəl var idi elə Əhmədidə bu bir neçə il davam elədi bu pandemiyadan qabaq, bu altı bazar günləri bir bazarlar Bakının müxtəlif illərində. O gün ki, onu bence qaytarmaq lazımdır. Onu elin ya başqa yerlərdə o adamlar imkan yaradan öz məhsullarını satsın. Sonra da deyirlər ki, insanlar piyada keçdi, maşın burada. Qardaş, sən səki qoymusan ki. Qardaş, adam necə süpürgəçilərimizi qıraqdan yaşlı qadınlar maşınlar vurub öldürmür. Səki qoymusunuz ki, ölkədə. Biz artıq maşınlarla bərabər paralel yolla gezəcəyik.